Salam uşaqlar. Sabahki imtahanda hər kəsə uğurlar. Bu sınaq 23 fevral 2025-ci ilin OTK-sıdır. Gəlin başlayaq. 31-ci sual. 6 üstü x bərabər 3 üstü x plus 1 olarsa 8 üstü x ifadəsinin qiymətini tapın deyir. Üstü funksiya uşaqlar misaldır. 6 üstü x-i saxlayaq hələ ki. 3 üstü x necə yaza bilərik? 3 üstü x vurulsun 3 üstü 1 olaraq və 6 üstü x-i 3 üstü x-ə bölsək, misalın cavabına sadəcə qalacaq. 6 üstü x-i 3 üstü x-ə bölmək uşaqlar, yəni ifadəni tam olaraq belə yazsam, 6-nı çıxsar aparsaq, qalacaq 2 üstü x-in cavabı 3-ə bərabərdir. Əgər 2 üstü x-in cavabı 3-dürsə, bizdən 8 üstü x-in cavabını istəyir. 8-i qüvvət kimi göstərsək, 2 üstü 3x deməkdir. Və mən bunu belə yazsam, qüvvətlərin yerini dəyişib yazmaq haqqım var. 2 üstü x-in cavabı uşaqlar 3 idi. Cavab olacaq 3-ün kubu 27. A bəndim. Buraxılış suallarından biridir. Demək, nə deyir burada? Misalın özü biraz qaralandı. Misala nə isə uşaqlar? Adi sadələşmə misalıdır. Məxrac ifadəsi çox məşhur sualdır. 4 çıxılsın 2 kök 6 3 ifadəsini biz sadələşdirməliyik. Demək, necə yazaq? Bu ifadə, bax bu ifadə nəyinsə kvadratı olmalıdır ki, mən bax bu kök 6-dan canımı qutara bilim. Kök 6-nı yazıram. Niyə m-ni kvadrat söyləyirik uşaqlar? Çünki bizdə misalda verilən kök 6 ifadənin dərəcəsi 2-dir. Və mən də bu ifadənin içərisində nəyinsə kvadratını yaratmalıyam ki, bu ilə bunu ixtisar apara bilim. Geçsin və sadə bir məxrac yaransın bizdə. 4 çıxılsın 2 kök 6 3 ifadəsi bəs nəyin kvadratıdır? Belə bir sual ortaya çıxır. Demək uşaqlar, bunun üçün bu hissəni parçalamalısan. Bax, buradakı 2 müxtəsərdəki 2-dir. Bunu yaddan çıxart. Yəni hər tərəfi 2-yə böl. Mənfisinə sonra fikir verərsən, arasına yəni çıxma olacaq da, bunu demək istəyirəm. Kök 6 3 ədədi uşaqlar yerdə qaldı. A üstəgəl B-nin mötərizə kvadratı var idi. A kvadratı, üstəgəl 2AB, üstəgəl B kvadratı. Biz A kvadratı, üstəgəl B kvadratı hissəsinə baxmayacaq. Biz yapışmış uşaqlar birinci 2AB hissəsindən. 2-ni böldü, yerdə qaldı kök 6 3. Kök 6 3 A və B ədədlərinin hasilidir. Sən düşünməlisən ki, hansı ədədlərin hasili kök 6 3 verər sənə. Kök 6 3 uşaqlar çox da qəliz ədəd deyil deyə. Kök 6 3 ədədi kök 6 3-lə 1-in elə hasilidir. Özünü qarantiyə alasan deyə. Bir dənə bax gör, aldığın ədədlərin kök 6 3-lə 1-in kvadratları cəmi sənə 4 verirmi? Bəli, verir. Çünki kök 6 3 ifadəsinin kvadratı 3 eləyəcək. 1-in kvadratı 1 eləyəcək. 3-lə 1-in cəmi eləyəcək 4. Yəni mən bu ifadənin əvəzinə yazaram kök 6 3 çıxılsın 1-in mötərizə kvadratı uşaqlar. Burada çıxma var deyə çıxma yazdım. Və bu kvadratla bu kvadrat getdi. Çölən çıxardığında modula çıxartmalısan, ehtiyatlı ol. Bu arada uşaqlar, bura 1 çıxılsın kök 6 üçün də kvadrat yaza bilərsən. Heç bir problem yoxdur. Sadəcə çıxardanda ehtiyatlı ol ki, modula çıxartmalısan. Kök 6 3 çıx 1. Həmişə uşaqlar yadınızda saxlayın ki, birinci böyüyü yazım ki, birdən modul yadından çıxarda imtahanda həyəcandan, stressdən. Birinci həmişə böyük yazın ki, sizə sonra problem yaratmasın. Kök 6 çıxılsın 1 ifadəsi uşaqlar sizə müsbət ifadə verdiyi üçün, müsbət cavab verdiyi üçün modulun içərisi də müsbət olanda ifadənin özünü olduğu kimi çıxardır. Yəni məxracın cavabı hazırdır. Məxracın cavabı kök 6 çıxılsın 1-dir. Gəlin buranı biraz sadələşdirək uşaqlar. 3 yazıq kök 6 ifadəsiz qalıbdır. Gəlin o 3-ü də kök 6 olaraq göstərək. 3-ü yazaram kök 6 9 çıxılsın kök 6 3 olaraq. Yuxarıdan kök 6 3-ü ortaq vuruq çıxartsam, qalacaq kök 6 3 çıxılsın 1. Məxrəcdə də eyni ifadə var uşaqlar. Cavab qaldı sadə kök 6 3 D-bəndi. Biraz qarışıq yazdım misalı. 33-cü sual. Adi uşaqlar tənliklər sistemidir. Yuxarı müxtəsər istəyir sizdən. 2x çıx y, 2x üstəgəl y bərabər 35 və 2x üstəgəl y bərabər 5 uşaqlar. Bunun yerinə 5 qoysanız, demək 2x üstəgəl y-in cavabı 5-dirsə, 2x çıx y-in cavabı uşaqlar 35-i 5-ə böləndə 7 eləyəcək bu hissəsinin cavabı. Və tənliklər sisteminə girsək, tərəf-tərəf toplasaq, qaldı 4x bərabərdir 12-yə, x-in cavabına qaldı 3 uşaqlar. X-in cavabı 3-dürsə, burada paraq yerinə qoyaram. 2-ni 3-ə vuranda 6, y-in cavabına qalacaq 5 çıxılsın 6, yəni -1. -1 və 3 uşaqlar x cəmini istəyir, cavab olacaq 2.
34-cü sual. O mərkəzi çevrədə AOC 30 dərəcə, BOD 20 dərəcə, 30-dan 20-nin cəmi 50, burasına qalacaq uşaqlar 130. İndi baxın, bizdən OCD bucağını istəyir. Görək harada ora? OCD. Bax, bu bucağı istəyir uşaqlar. Baxırsan ki, hal-hazırda bizdə verilən uşaqlar OB xəttidir, OD xəttidir, OA xəttidir və OC xətti çevrənin nələridir? Çevrənin uşaqlar radiuslarıdır. Və burada mənə gələn bax bu qırmızı üçbucaqda OD və OC bərabər tərəflər olduğu üçün bu üçbucağı bərabər yan üçbucağa çevrilir. Və bərabər yan üçbucağın uşaqlar bax bu təpə bucağını 130 dərəcə veribsə, bu bucaqla bu bucaq eynidirsə, 180-lə 130-u çıxarsan, qalacaq burada 50 və 50-nin yarısına baxacaqsan 25, 25. Cavab olacaq B bəndi. 35-ci sual. 3 ardıcıl tək ədədin cəmi 57 olarsa, demək mən birinci x qoysam, fikirləş gör, ardıcıl tək ədədlər neçə vaid fərqlənir uşaqlar? 2 vaid. Ardıcıl təklərdə 2 vaid fərqlənirlər bir-birlərindən. Ardıcıl cütlər də həmçinin bir-birlərindən 2 vaid fərqlənirlər. Birinci x qoysam, digəri x üstəgəl 2 olacaq, digəri x üstəgəl 4 olacaq. Bəzi yoldaşlarımız 2-yə çıxılsın 1, 2-yə çıxılsın 3 bunlarla işləyirlər. Bu da olar. Mən daha sadə işarələmə apardım burada. Bərabər 57. 3x üstəgəl 6 bərabər 57-yə. 3x bərabər uşaqlar 51-ə və x-in cavabına qalacaq 19. 17. 17 daha doğrusu. Nə deyir? Bu ədədlərdən ən kiçiyini tap. Cavab oldu 19. 17 daha doğrusu. A bəndi. 19 nədir? 19-dan yapışmışam. 36. Bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapan. Uşaqlar, burada sizin işiniz. Bax, bu ortadakı x-dən x-i yəni təkləməkdir. Burada elə etməlisən ki, x-in yanında heç nə qalmasın. Yan yörəsini boşaltmalısan. Birinci müsbət 3-ü həll etməkdən yana yiyəcəm. Hər tərəfdən çıxacam. Müsbət 3 uşaqları yox eləyirik. Mənfi 4, kiçikdir 2x. 3-lər islah getdi. Kiçikdir. 5-dən 3-ün çıxanı 2 eləyəcək. Və burada x-i təkləməkdən ötürü hər tərəfi 2-yə böləcəksən. Mənfi 2, kiçikdir x, kiçikdir 1. Bərabərsizliyi ödəyən tam ədədlərin cəmi uşaqlar. Demək, heç birinin altından xətt yoxdur. Yəni, hər birini almayacaq. Mənfi 2-dən böyük. Mənfi 1, 0, bitdi. Mənfi 1, 0 uşaqlar cəmləri necə? Mənfi 1, Y bəndi. 37-ci sual. ABC üçbucağında D medianların kəsişmə nöqtəsi. Medianların kəsişmə nöqtəsi necə adlanırdı uşaqlar? Ağırlıq mərkəzi adlanırdı. BD. BD 10-dur. Mən onda bu xətti uzatsam, baxın, məsələnin şərtini davam etmədim. Buradan yəni dayandım. Buranı da 5 qoya bilərsən. Niyə? Niyə? Çünki medianlar gəlib kəsişir uşaqlar. Kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətən bölünürlər. Bu biraz anormal şəkil oldu. Bunu silək. Təpədən başlayaraq 2-nin 1-ə nisbətinə bölünürlər. Yaxşımı? Bu hissəsi 10-dursa, bu hissəsi 5-dir. AC aşağı tərəf 24 uşaqlar. Bu xətt mediandırsa, onda buranı yarba-yar böləcək. Çünki median tərəfi yarıya bölür. Median həm də sahəni yarıya bölür. Medianların özləri isə gəlib kəsişirlər və kəsişmə nöqtəsində özlərini təpədən başlayaraq 2-nin 1-ə nisbətinə bölürlər. Bu xassələr 100% bilməlisən. Və burada uşaqlar deyir ki, AD DC-yə bərabərdir. AD DC-yə bərabərdirsə, ona bax bu üçbucaqda, bax bu xətt median rolunu onsuz da oynayıbdı. 24-ü yəni yarba-yar bölüb, 12-12 oynayıb. Bərabər yan üçbucaqda isə təpədən çəkilən xətt həm ündürük, həm median tənbölən rolunu oynayır. Onda mən Pifaqordan buranı hesablaya bilərəm. Məndən nə istəyirdi bu? DC-ni istəyirdi onsuz. Gəlin baxaq. 144 üstəgəl 25, 169 eləyəcək. 169-dan isə kök çıxacaq uşaqlar 13, Y bəndi. 38-ci suala gəlin baxaq. Çox hədli bir hədli uşaqlar 100% buraxışda ola biləcək sualdır. Dərəcəsinin bağlı çox az sual salır. Bu amma toplu sualdır, rahat bir şeydir. Çox hədlisinin deyir, standart şəkildə yazılışında x-in kubunun əmsalını müəyyən edin. Standart şəkildə uşaqlar o demək ki, yəni bunu vurub sadələşdirməlisən, başqa çarən yoxdur. Nə verəcək bu hissəsi sənə? 10x üstü 5. Ehtiyatlı olaq burada səhv eləməyək. Bunu buna vuranda mənfi 15x üstü 4. Bunu vuram uşaqlar. İşarə səhv eləməyin, xaric edirəm. Mənfi 6x üstü 4. Və bunu buna vursam, bu da mənfidir, bu da mənfidir. Olacaq müsbət 9x kubu. Düzdürmü? Başlayıram bundan. 5x-i 2x-in kvartına vuranda olacaq 10x kubu. Bunu uşaqlar buna vuranda mənfi 15
x kvadratı və baxaq 1-ə. 1-i 2x-in kvadratına vuranda 2x-in kvadrat eləyəcək. 1-i -3x-ə vuranda -3x verəcək uşaqlar. X-in kubunun əmsalını istəyir. X-in kubu burada var. Burada var. Başqa yerdə x-in kubu yoxdur. Yəni cavab olacaq 9 ilə 10-un cəmi hər ikisi müsbətdə uşaqlar 19 y bəndə oldu. 39-cu sual. Sadə trigonometrik bir uşaqlar ifadə veriblər. Ortaq məxrəcə gətirən birinci. Ortaq məxrəc bu ifadə ilə bu ifadənin hasilini verəcək sənə. Sinus 16 dərəcə vurulsun kosinus 16 dərəcə. Ehtiyatlı olaq uşaqlar. Belə asan suallar üçün bal itirməyin. Trigonometriyanın sadə üsullarını əzbərləyərək belə suallarla özünüzə bal gətirə bilərsiniz. Kosinus 16 dərəcə çıxılsın kosinus 48 vurulsun sinus 16. Yəni trigonometriya çətin deyə uşaqlar qırağa tulamayın, xahiş edirəm. Mənim öz şagirdlərim cədvəli əzbərləyin, cədvəlin arxasından düstura əzbərləyin. Füsyon, trigonometriya yəni bunun ibarətdir. Və biraz təbii ki, topluya baxmalısan 100%. Yuxarıki ifadə toplama teoremini verir sənə. Demək, hansı düsturu gəlin yazaq uşaqlar? Sinusların çıxılmasıdır. Sinus alfa çıx beta düsturudur uşaqlar. Sinus alfa çıx beta düsturu necə açılırdı? Növbələşmə var idi dostlar. Bir dəfə olacaq sinus alfa kosinus beta. Çıxması varsa çıxma yazırdıq. Sinus beta kosinus alfa. Yəni burada da baxırsan ki 48 16 48 16 sənə verəcək nə? Sinus 32 dərəcə. Sinus 32 dərəcə. Məxrəc biraz uşaqlar maraqlıdır. Bu da yəni həmçinin düstur bilməzsən bunu yazmaq olmur. Kosinus 16. Gəlin aşağıya baxaq uşaqlar. Aşağı düsturu isə sənə xatırlatmalıdır. Sinusun 2 qat bucaq düsturunu. Sinus 2 alfa nəyə bərabər idi dostlar? 2 vurulsun sinus alfa vurulsun kosinus alfa. Gəlin buna baxaraq görək bizə nə verəcək. Baxırsan ki, məxrəcəki ifadənin uşaqlar düstura yığılması üçün nəyə ehtiyacı var? 2-yə. Mən misalın aşağı hissəsini 2-yə vurdumsa, yuxarı hissəsini 100% 2-yə vurmalıyam. Çünki kəsin əsas xassiyəsi daxı aşağıdan enirsənsə, yuxarıda eniş etməlisən. Başlayaq. Məxrəcdəki ifadə nə verəcək bizə? Yuxarını uşaqları qoyun olduğu kimi saxlayaq. 2 sinus 32 dərəcə. Bax, misal işləyəndə belə tələsmə işləyin. Hə, yazın, sonra baxın görün, bu nə verəcək sənə? Bax, bu hissə nə verir bizə? Aşağı hissə. Nə verdi bizə? Demək, sinusun 32 dərəcəsini uşaqlar. Baxın, 2 sinus alfa kosinus alfa. Burada alfa yazıldığı halda gəlib qayıdır nəyə? 2 alfaya. Və sinus 32-lər uşaqlar ixtisar getdi. Cavab qaldı yağlı bir 2. C bəndim. Belə bir uşaqlar asan faiz sualı. 25 manata satılan məhsulun qiymətini əvvəlcə 20% artırıblar. Demək 20% artırmış uşaqlar. Normalı bunun 100%'dir. 100%'dir. 20% artırdan oldu 120%. Gəlin 120%'ini tapaq. 120 bölünsün 4. 30 manat uşaqlar hal-hazırda elədir. Sonra isə deyir alınan yeni qiyməti. Alınan yeni qiymət 30 manatdır. 30 manatı da 40% artırıblar dostlar. 40% artım 140% olmaq deməkdir. Və 3 vurulsun 14 eləyəcək 42 manat uşaqlar. Burada ən çox edilən səhv nədir? Yoldaşlar birbaşa 25 manatın 40 ilə 20-ni toplayır. Deyir müəllim 60% artım var burada. 160%'ini tapır. Yəni bu ən kobud səhvdir. Çünki bir var 25'in 60%'i, yəni 25'in 20% qaldırır. Sonra yeni alınan qiyməti 40% qaldırdığı üçün, yəni ifadənin birbaşa olaraq uşaqlar 20 və 40% dalmadan artırmır da. Yeni qiyməti başlayıb 40% artırır. Ona görə də ehtiyatlı olmaq lazımdır. Burada ayrı tətbiq etmək lazımdır. 42 manat Y bəndə oldu. 41-ci sual. ABC düzbucaqlısının sahəsi 90 olarsa, üzrü sayın, sahəsi 90'dır. Bax, bu düzbucaqlının sahəsi 90'dır. AK NK-yə bərabərdir. AK hardadır? Yəqin burada uşaqlar K hərfində düşməyib. AK NK-yə bərabərdir. Bura X qoyaq, bura X qoyaq. Həmçinin MNKD də uşaqlar düzbucaqlıdır. Onun qarşı tərəfləri eyni bunların. AB'nin uzunluğunu 10 veribdir. Dostlar, ABC düzbucaqlısının sahəsi S bərabərdir. N vurulsun uzunluq. Misalın cavabı 90'dır. Mən uzunluğun cavabını 10 bilirəmsə, N'in tapmaq üçün nə edərəm? 90'ı 10'a bölərəm, 9 eləyər. Baxın dostlar, əgər mənim N'min uzunluğu, bax bu hissənin uzunluğu 9'dursa, bu hissəsi də uşaqlar X-dirsə, onda bu hissəsi nə qədər qalacaq? 9 çıxılsın X. Və bu da düzbucaqlı olduğu üçün qarşı tərəfləri eynidir.
9 çıxılsın x verəcək bu hissəsi. MNK-da düzəcəksin. Perimetrini deyir tapın uşaqlar. Fərqi yoxdur. İstənilən bir fiqurun perimetrini tapmaq üçün nə etməlisən? Tərəflərini toplamalısan. 9 çıx x üstəgəl x üstəgəl x üstəgəl 9 çıx x uşaqlar. Bu və bunu topladım. X-lər onsuz da islah edəcək. Cavab qaldı 9 ilə 9-un cəmi 18 B bəndi. 42-ci sual. Aşağıdakılardan hansı x kvarta çıxılsın 9y kvadrat üstəgəl 2x çıx 6y çox həddisin vurğulardan biridir uşaqlar. Bax, dördlü misal veribsə sənə, 4 həddən ibarət olan bir çox hədli veribsə, ya sən bunu 3-ün 1-ə olaraq qruplaşdırmalısan. Bu nə zaman baş verir? Burada müxtəsər yaransın. Yəni, müxtəsəri sən daha doğrusu qıraqdan görəsən. Bir dənə tək qalsın ifadə. Gələk uşaqlar 2-ni 2-yə qruplaşdırmalısınız, ortaq vurğu falan çıxartmalısınız, misalı sadələşdirməlisiniz. Görün bizdə hansı var? Misalda uşaqlar bu sadə bir müxtəsərdir də. Sadə bir müxtəsəri gəlin bunu açaq. X-in kvartı çıxılsın 9y-in kvadratını mən açsam, olacaq x çıxılsın 3y və x üstəgəl 3y. Bu oldu sənin müxtəsərin. Buradan da uşaqlar 2-ni ortaq vuruq çıxarsaq, 2-ni ortaq vuruq çıxartdıq. Qaldı nə? X çıxılsın 3y və baxırsan ki, x çıxılsın 3y mötərizələri ortaqdır, yəni hər ikisində var. X çıx 3y-ləri ortaq vuruq çıxarsan, qalacaq x üstəgəl 3y üstəgəl 2. X çıx 3y uşaqlar variantlarda yoxdur. X üstəgəl 3y üstəgəl 2 isə D bəndi olacaq. 43-cü sual. A və B çoxluqları üçün uşaqlar. Çoxluq dərsində bir dənə A çoxluğu siz düsturun olaraq əzbərləməlisiniz. Başqa uşaqlar nəyinsə düsturun əzbərləməyə ehtiyac yoxdur. Elerven diaqramı quraraq hər şeyi həll etmək olur çoxluq dərsində. Bir dənə A çoxluq düsturunu bilmək şərti ilə. A dairəsi, B dairəsi. A-dakı uşaqlar elementlərin sayı birbaşa olaraq sizə verəcək 7. Bu 7-ni çox zaman buraya yazır dostlarımız. Ən səhv versiyamız budur. 7-ni buraya yazmamalısan. Birbaşa dairənin elementlərinin sayı 7 olduğu üçün qıraqdan yazdım. B-dəki elementlərin sayı uşaqlar 5-dir. Burada maraqlı bir seçmə üsulu verir. Deyir, A ilə B-nin nə işarəsi idi bu? Uşaqlar, körpü işarəsidir. Körpü hansı hərflə başlayır? 2 ilə, yəni kəsişmə deməkdir. A ilə B-nin kəsişməsinin ən böyük qiymətini tapın. Uşaqlar, A və B çoxluqlarının vəziyyətləri haqqında bizə məlumat verməyibdir deyə. Mən nə edəcəyəm? Kəsişməsindən böyük nə qoya bilərəm? Bunlar bir-birinin əgər A çoxluğu olsa, bura 5 olsa, bura 5 olsa, bura 7 olsa, kəsişməsi ilə 5 olacaq. Bu əgər A çoxluğudursa, bu B çoxluğudursa, burada deyirlər ki, uşaqlar, B çoxluğu A-nın alt çoxluğudur. Və yaxud da belə də yaza bilərsən. Belə də yazmaq haqqım var. Burada amma mən bura 1 verə bilərəm, 2 verə bilərəm, 3 verə bilərəm, 4 verə bilərəm, bir də 5-in özünü verə bilərəm. 5-in özünü verəndə uşaqlar artıq alt çoxluq olaraq göstərilir. Burada ən böyük qiymət dediyi üçün cavab olacaq 5Y bəndi. 44-cü suala gəlin baxaq. Trigonometrik tənlik uşaqlar 100% buraxılışda var və bu sadə tipli bir trigonometrik tənlikdir. Bu trigonometrik tənlik uşaqlar biraz maraqlı eləyən hissəsi baxın, mötərizənin içərisindəki ifadədir. Pi bölü 2 üstəgəl x olan hissəsi biraz bizim işimizi uzadır. Biraz amma qəliz bir misal deyil bu. Burada birinci tətbiq etməlisən çevirmə düsturunu. Çevirmə düsturu nə idi uşaqlar? Gəlin bir xatırlatma aparaq. Əgər 90-ın tək misillərindən istifadə olunubsa, onda ad dəyişir. Ad dəyişmək nə deməkdir? Dəyişir. Ad dəyişir o demək ki, uşaqlar, sinususa kosinus olur, kosinususa sinus olur, tangesisə kotangesə çevirirsən, kotangesə adı dəyişib tanges edirsən və çevirmə düsturu təbii ki, bununla bitmir. Çevirmə düsturu deyəndə uşaqlar, ikinci adımda ağlınıza nə gəlməlidir? İşarəsi. Əvvəlki adın işarəsinə baxacaqsınız uşaqlar. Məsəl üçün 90-ın tək misli olsa ad dəyişəcək. Onu yazmadım. 90 cüt misli olsa isə uşaqlar adı dəyişdirməyəcəksiniz. Ad dəyişmir. Yaxşımı? Və işarəsinə, ikinci etapda işarəsinə baxacaqsan. İşarəsinə baxanda deyək ki, adı dəyişdirmirsən, sinusdan kosinusa gəlib. Əvvəlki funksiyanın rübünə baxacaqsan ki, əvvəlki, yəni misalın özünə verilən funksiya, məsəl üçün, mən misal izahını deyəcəyim. Bizdə pi bölü 2 üstəgəl x-dir uşaqlar. 90-ın üzərinə x gəlib. Düşün neçənci rübə? İkinci rübə. İkinci rübdə sinusa baxacaqsınız ki, işarəsi necə olacaq? Bu oldu sizin çevirmə düsturunuzun qaydası uşaqlar. Gəlin yazmağa çalışaq, misal həll etməyə çalışaq. Görək necə olacaq.
Sinus pi bölü 2 üstəgəl x bərabər 2də 1 tənliyinin ən kiçik müsbət kökünün dərəcə ölçüsünü tapın uşaqlar. Çevrə çıxır birinci tətbiq olunmalıdır. Bax, trigonometrik tənliyin əsas xüsusiyyətlərindən biri budur ki, əgər bunun qüvvətində dərəcə olsa, dərəcəni aşağı salmalı idin 100%. Çevrə çıxırı varsa, çevrə çıxırını tətbiq etməli idin 100%. Və yaxud da trigonometrik funksiyanın uşaqlar bəzən qarşısına nəsə qiymət atır. Bax, bu qiyməti sən bu tərəfə atmalı idin 100%. Yəni trigonometrik funksiyanın özünü uşaqlar sərbəst saxlamalısınız, sərbəst qalmalıdır. İndi burada birinci çevirmə tətbiq olunmalıdır. 100%. 90 uşaqlar, pi bölü 2 90 deməkdir. 90, 90'ın neçə mislidir? 1, düzdürmü? 90'ı 1'ə vuran 90 eləyir də. Yəni uşaqlar tək mislidir. Onda ad dəyişdi. Oldu kosinus. Bunu artıq tulla. Kosinus x bərabər 2də 1. Bir də uşaqlar çevirmə üstündə demişdik, bayaq nəyə baxırıq? Bir adlarına baxırıq. Bir də işarəsinə. Mən bunu bayaq izah etdim. Demək 90 dərəcə buradır. 90 üzərindən gəlib uşaqlar. Ben nə gəlib ona fikir verməyin. Plus qoyubsa üzərindən gəlibdir. Üzərindən gəlib düşüb ikinci rübə. İkinci rübdə əvvəlki adın işarəsinə baxacaqsan. Kosinusun yox. Əvvəlki adın. İkinci rübdə sinus. Sinus hansı ox idi? Y, yəni şaqili olan ox idi. Sinus uşaqlar yuxarı düşür, yəni müsbətdir. Bu müsbətin yazmasında olar. İndi başlayır trigonometrik tənliyi artıq uşaqlar. X bərabərdir. Kosinus 2də 1 harda alır? Kosinus 2də 1 alır uşaqlar 60'da, pi bölü 6'da. Üstəgəl kosinus həmişə 2 pi kalırdı dostlar. Kosinus harda pi kalırdı? Misalın cavabı 0 olandı. Bizdə misalın cavabı 0 değildi. Bir də kosinusun nazı qəmzəsi var idi. Müsbət mənfi qoymadan yazmır. Bu müsbət mənfi nə zaman qoymayacaq uşaqlar? Misalın cavabı 1'dirsə, xüsusi hal deyir ya. Misalın cavabı mənfi 1'dirsə, bir də misalın cavabı 0 olanda, bax bu naz qəmzəni qoymuruq, sadə halda yazırıq. Bir amma bu artıq ümumi hal sayılmış olur. Müsbət mənfi qoyulmalıdır. Mənə ən kiçik müsbət kökünü deyir uşaqlar da pi bölü 6'nın özüdür. Çünki kanın yenə 0 qoyanda bura gedəcək. Qalacaq müsbət. Pi bölü 6 yox uşaqlar. 3. 60'da alır. Pi bölü 3 yəni 60 dərəcə. Kosinus 2də 1 60'da alır da. Belə. Uzunluğu 17 sm olan parça müstəvini kəsir. Uşaqlar bu tip suallarda müstəvini həmişə bax belə üfüqi xətt olaraq göstərin. Bu sənin olsun 17 olan, uzunluğu 17 olan parçanın onun uclarına müstəviyə qədər məsafə. Məsafə sözü varsa uşaqlar 90 dərəcə var. Yəni hündür yenilibdir. Biri 8'dir, biri 7'dir. Məndə 8'ə bənzəmədi, bu biraz qısa oldu. Boş verin o hissəsin. Deyir ki, parçanın müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tapın. Bu mənim parçamdır, bu mənim müstəvimdir. Üzərində olan proyeksiyasının uzunluğunu tapın deyir uşaqlar. Bu bizim qaydamızda var. Demək, nə edirdi? Buranı sürüşdürür bu tərəfə. Aşağını tam birləşdirdi. Bu parçanın uşaqlar proyeksiyası bax bura düşür. Bir hissəsinin kölgəsi bura düşür. Bu hissəsinin kölgəsi isə bura düşür. Mən bunları birləşdirdim. Birbaşa proyeksiyamız buradır. Bax, bura proyeksiyamızdır uşaqlar. Yəni, bax, bunun kölgəsidir. Və bura 8'dirsə, bu da həmçinin 8 verəcək. Bu hissənin tam uzunluğu 8 ilə 7'nin cəmi 15'dir. Parçanın öz uzunluğu uşaqlar 17'dir. Təbii ki, Pifaqordan girəcəyəm. Hesablayacağım. Aşağı kateti 289 çıx 225 eləyəcək 64. 64'dən kök çıxdı 8. 46-cı sual uşaqlar. Kompleks ədədinin həqiqi hissəsini tapın. Görə nə edə bilərik? Buradan ortaqlıq çıxartmaq istəyirəm uşaqlar. Müxtəsər aça bilərsən, amma vaxt itirmiş ola bilərsən. Ona görə hələ ki müxtəsər açmağa çalışmadım. İçərdən ortaqlıq 2'ni çıxarsam, qalacaq 1 çıxılsın i. Amma kvadratları var ha, ehtiyatlı ol. Bunu hər ikisini yazmaq məcburiyyətindəsən. Və buradan ortaqlıq uşaqlar yenə 2'ni çıxartdım. Qaldı 1 üstəgəl i. Əslində qəşəng bir şeylər alınıbdı burada. Sadəcə ehtiyatlı olmaq lazımdır. 2'nin kvadratını 2'nin kvadratına vuranda eləyəcək uşaqlar 4 vur 4 16 və buranın yeniyək dostlar. Baxın, hər ikisinin qüvvəti eyni olduğu üçün mən bu qüvvətləri mörçə çölünə çıxarsam, mörçə xaricinə çıxarsam 1 çıxılsın i, 1 üstəgəl i. Uşaqlar ümumi olaraq daha doğrusu qüvvətə 2 qoydum. İşimiz bitdi. Yəni müxtəsəri açmadan uşaqlar canımı qurtardım. Belə bir sadə müxtəsərə girdim. Bu ifadənin sən açılışını bilirsən, düzdürmü? Daha doğrusu açıblar, yığılışını bilirsən ki, a kvadratı çıxılsın b kvadratı müxtəsəridir. Tətbiq etsəm uşaqlar, müxtəsəri yığsam 1'in kvadratı uşaqlar 1 eləyəcək. 1'in kvadratı 1 çıxılsın i-nin kvadratı isə mənfi 1 eləyir. Çox şagirdimiz bax burada
İşarə səhv edir. Ehtiyatlı olaq. 16 vurulsun. 1 çıxılsın -1 sənə 2 verəcək. Və baxırsan ki, misalda uşaqlar xəyali hissə qalmadı. Yəni i hərfi olan hissə qalmadı. Belə tip misallara deyirlər ki, sırf həqiqi ədəd elə ədədinin həqiqi hissəsini tap deyir. Cavab oldu 32. 47-ci sual uşaqlar. Rahat bir silsilədir. Əgər ədədi silsilə fərqini istəyirsən, silsilə fərqinin xüsusi düsturu var. D bərabərdir A, N çıxılsın A, K bölünsün N çıxılsın K. Bunu tətbiq edə bilərsən. Yəni A9 çıxılsın A6. Məxrəcdə isə uşaqlar bunların indekslərinin fərqi 24 çıx 9 bölünsün 9 çıx 6 olaraq işləyə bilərsiniz. Və yaxud da dostlar, mən nə demişəm sizə? Demişəm ki, açın. İstəyirsən A1 vasitəsilə aç. İstəyirsən, burada çox da qəşəng, fərqli, yəni çətin bir şey soruşmur. Sizdə fərqini soruşur. A9-u A6 vasitəsilə açarsan, A6 üstə gəl 3D. Apar qiymətləri yerinə qoy da. 24 bərabər 9 üstə gəl 3D. Hər tərəfi 3-ə bölək. 8 bərabər 3 üstə gəldi. D-nin cavabına qalacaq 5. Belə uşaqlar. 48-ci sual. Düz prizmanın oturacağı diaqonalı 6-ya bərabər olan kvadratdır uşaqlar. Gəlin qurmağa çalışaq. Bax, belə bir düz prizmamız var. Düz prizmanın oturacağı diaqonalı 6-ya bərabər olan bir kvadratdır. Aşağı uşaqlar, bax, bu sənin kvadratındır. Bu da kvadratındır. Kvadratın diaqonalı 6-dırsa, onun tərəfi nə qədərdir? Baxın. Kvadratın uşaqlar tərəfləri A-dırsa, 45-45 qaydasında. Bura düşəcək A kök 6-2. İndi sizə A kök 6-2-nin cavabını 6 veribsə, A-nın cavabını tapmaq üçün 6-nın kök 6-2-yə bölməlisən. Qoşmasına vurub bölsək, nəsə uzatmayaq bu hissəni, 3 kök 6-2 verəcək. Yəni kvadratın tərəfi uşaqlar 3 kök 6-2-dir. Görək bizə bu lazım imişmi? Bu prizmanın yan tili deyir 5-dir. Yəni bax bu xətlər, yəni onları da fərqli rənglə göstərim sizə. Bax, bu xətlər uşaqlar hər biri yan til sayılır. Düz prizma deyirsə, həmçinin hündürlük sayılmış olacaq. Deyir, onun həcmini tap. Həcm düsturu necə idi? Başına 3 bucaq olmayanlardan başqa həcm düsturu, daha doğrusu V bərabər. 3/1 başına 3 bucaq olanlarda var idi uşaqlar. Yəni konusda və piramidada başında 3/1 var deyə, daha doğrusu 3 bucaq fason gəlir deyə həcm düsturları 3/1 ilə başlayır. Bunlardan amma sadə. S oturacaq, vurulsun H. Aşağı uşaqlar, tərəfini tapmasaq da olardı. Aşağı kvadratdırsa, kvadratın sahəsini sən hesablaya bilərdin bir dəfə belə. D1 vurulsun D2 bölünsün 2 düsturu vasitəsilə. Və kvadratın diaqonalları eynidir. 6 vur 6 bölünsün 2. 36-nın yarısı 18 vurulsun 5. Ya belə işləyərdin, cavabları 90. Ya da ki, tərəfini bilirsən də artıq. O S oturacağı tapmaq üçün kvadratın tərəfinin kvadratı, yəni 3 kök 6-2-nin kvadratı vurulsun yenə H. Yenə 9 vur uşaqlar 18 vurulsun 5, yenə 90 verəcək. 49-cu sual. A-nın hansı qiymətində, hansı müsbət qiymətində deyir, bu ədədləri həndəsi silsilənin ardıcıl hədləri olar uşaqlar. Həndəsi silsilədə həndəsi ortaq xassəsi var. Ədədi silsilədə həmçinin ədədi ortaq xassəsi var. Nədir həndəsi ortaq xassəsi? Həndəsi ortaq xassəsi uşaqlar o demək ki, orta duran həddin kvadratı, ümumiyyətlə orta duran həddin özü bir addım solu ilə bir addım sağdakı ədədin, həddin, yəni həndəsi ortasına bərabər uşaqlar. Həndəsi orta nə idi? Bir addım sol ilə bir addım sağım kök 6 ifadəsi şəklində hasilidir. Bir addım sağ, bir addım sol deyirəm. 2 addım sağ, 2 addım sol da ola bilər uşaqlar. 3 addım solu ilə 3 addım sağının həndəsi ortasıdır sözündə görə bilərsən qaydalarda. İndi bizdə bir addım verdiyi üçün çox da gəlizləşdirmədik. Bir addımı verib də, həm solu, həm sağa verib də. Bu ifadəni hər tərəfini kvarta qaldıranda həndəsi silsilədə belə bir ifadə yazmışdıq. Loqaritma 2 əsasdan 9 vurulsun loqaritma 3 əsasdan 4 uşaqlar. Belə bir misaldır. Və burada ən çox texniki edilən səhv nədir? 3 ilə 9-u şagirdlər ixtisar aparır uşaqlar. Ümumiyyətlə, loqaritmanın vurulması deyilən bir şey yoxdur. Loqaritmanın vurulması o zaman, yəni misala düşə bilər ki, yəni bunu istəyək. Belə bir hal yoxdur uşaqlar. İxtisar yoxdur, yaxşımı? O zaman düşə bilər ki,
çarpazvari duranlar var. Ha, bax, məsəl üçün bu ilə bu. Eyni hədd olanda, eyni ora qiymət yazılanda, onda üstədən xətt aparmış, xətti yazıb silmiş ola bilərsən. Yəni silə bilərsən. Gəl mən bunları eyniləşdirim. Loqaritma aşağı 2 əsaslı 2 əsaslı toxunmayacağım. Onsuz da bu sadə bir ədəddir də. 9-u yazarıq 3-ün kvadratı olaraq. Vurulsun loqaritma 3 əsasdan 4-ü yazıram 2-nin kvadratı olaraq. Burada bunu uşaqlar atdım qarşıya vurma olaraq. Bu da həmçinin gəlsin düşsün bura vurma olaraq. Olacaq 4 vurulsun loqaritma 2 əsasdan 3. Vurulsun uşaqlar loqaritma 3 əsasdan 2. Bunlar getdi, bunlar getdi. Cavab qaldı 4. Belə. Bu xassə uşaqlar əslində hardan gəlir? Loqaritma 2 əsasdan 3 saxlasam. Bunun əvəzinə 1 bölünsün. 1 bölünsün yazan kimi aşağı əsasla, bura 3 idi, bura 2 idi. Aşağı əsasla yuxarı əsas yerini dəyişir. Loqaritma 2 əsasdan 3 verir və bunlar gedir, cavab qalır 1. Yəni birbaşa çarpazları da ixtisar deyil, amma xahiş edirəm uşaqlar 9-un 3 aparmadıq burada. Qəti 4-lə 2-ni apara bilmərsən. Eyni ədəd yazılıbsa, onda artıq onları yox etmiş ola bilərsən. Yəni yox etmək şansın var. İxtisar deyil, yaxşımı? Katetləri 5 və kök 6, 11 olan düzbucaqlı üçbucağın kiçik katetinin ətrafına fırlanmasından alınan fiqurun səthinin sahəsini tapın. Gəlin baxaq. Katetləri kiçiyin başına fırlanıb uşaqlar. 5 kiçikdir, yoxsa kök 6, 11 kiçikdir. Kök 6, 11-dən kök çıxır 3 tam nə qədər? Təbii ki, bu kiçikdir. Və hansının başına fırlanıbsa, o sənin hündürlüyün olacaq. Və adı çəkilməyən, yəni yerlə sürünən də radius ayrılmış olacaq uşaqlar. Belə bir konus var. Səthinin sahəsini istəyir. Və konusun yan səthinin sahəsi uşaqlar necə idi? Pi, R, L. Pi vurulsun, radius 5-də hazırdır. Doğranı tapmaq üçün Pifaqordan istifadə edəcəksən. 25 üstə gəl 11, 36 eləyəcək uşaqlar. 36-dan Pifaqordan kök çıxır 6. Cavaba qaldı 31. 51-ci sual. 10 il əvvəl ana qızından 6 dəfə böyük idi. Ana x yaşı olsun hal-hazırda uşaqlar, yəni indeks yaşı olsun. Bir də qızı hal-hazırda y yaşı olsun uşaqlar. 10 il əvvəl. 10 il əvvəl dedikdə 10 il əvvəl dedikdə uşaqlar, hər ikisi 10 yaş azalır. 10 il əvvəl ana qızından 6 dəfə böyük idi. Demək ana qızından 6 dəfə böyümüş. Mən onun üçün nə edəcəm uşaqlar? Qızının yaşını 6-ya vuracağım ki, burada ortasına bərabər qoya bilim. Çünki ana onsuz da böyükdür də. Ananı 6-ya niyə vurum ki? Tərazlıq yaransın deyə qızı vurdum. Bir də 10 il sonra isə uşaqlar, 10 il sonra isə ananın x üstə gəl 10 yaş olacaq. Qızın isə y üstə gəl 10 yaş olmuş olacaq. 10 il sonra isə 2 dəfə böyük olmuş olacaq. Demək, x üstə gəl 10 bərabərdir. Y üstə gəl 10-un 2 qatından ananın indiki yaşını uşaqlar, yəni x istəyir. Gəlin baxaq. X çıxılsın 10 bərabər. Vur başlayacağım uşaqlar, sistemə girəcəyim. 6y çıxılsın 60. X üstə gəl 10 bərabər 2y üstə gəl 20. Tərəf-tərəfə çıxsaq, x-lər islah getdi. Ehtiyatlı ol. Mənfi 10-dan 10-u çıxsan, mənfi 20 verəcək. 6y-dən 2y çıxsan 4y verəcək və mənfi 60-dan çıxsan 20-ni mənfi 80 verəcək. Mənfi 80-i atdıq bu tərəfə uşaqlar. İşarəsi mənfi idi. Yerin dəyişib deyə, bu çıxmadı ha. Yerin dəyişdi deyə işarəsi müsbət olacaq. Bərabər 4y. Və 60 bərabərdir 4y. Y-in cavabına 15 qalmış olacaq uşaqlar. Hal-hazırda qızım var 15 yaşı. Amma bizim ananın yaşını istəyir. Hara qoyaq? İstəyirsən burada qoy hesabla, istəyirsən burada qoy hesabla. Yəni uşaqlar birini seçək qoyaq. Qızın yaşına, yəni y-in yerə 15 qoysam, 15-dən 10 çıxanda 5, 5-i 6-ya vuranda 30, mənfi 10-da bu tərəf atsaq, 30 üstə gəl 10, ananın 40 yaşı var uşaqlar. 52-ci sual. ABCD rombunda BH AD-yə perpendikulyardır. Yəni əmələ gələn bucaq uşaqlar 90-dır. Və HD 4-dür. Bu hissəsi 4-dür. BH 12-dir. Bu hissəsi uşaqlar 12-dir. Romun sayəsini deyir tap. Və biz nəyi bilməliyik? Bilirik ki, romun hər bir tərəfi eynidir. Mən ağac hissəsinə x qoysam, onda romun tərəfi x üstə gəl 4 olmuş olacaq. Onda bu tərəfdə həmçinin x üstə gəl 4 olmuş olacaq. Və burada uşaqlar bu düzbucaqlığını hava yerə verməyib, Pifaqora 100% gülməlisən.
X-in kvadratı üstəgəl 144 bərabər x üstəgəl 4-ün mötərizə kvadratına. X-in kvadratı üstəgəl 144 bərabər x-in kvadratı üstəgəl 8x üstəgəl 16. 144 çıxılsın 16 bərabər 8x-ə. 144 çıx 16 128 bərabər 8x verdi və x-in cavabına qaldı 16 uşaqlar. Bizdən rombun sahəsini istəyir. Demək x-in cavabı 16-dır. Aşağı tərəfi uşaqlar 20-dir. Rombun sahə düsturu, növrlə bağlanan sahə düsturu var uşaqlar AH-dır. AH bölü 2 desən 3 bucağın sahə düsturu olar. AH desəz 4 bucaqların sahə düsturu olacaq. Hündürlüyü 12-dir. Tərəfi isə uşaqlar 20-dir. 20 vurulsun 12 eləyəcək 240. 53-cü sual. Funksiyaların qrafiklərinin kəsişmə nöqtələri arasında qalan məsafə uşaqlar. Kəsişmə nöqtəsi varsa, bu funksiyaların absisləri və ordinatları demək ki, həmin o kəsişmə nöqtəsində eyni qiymət alır. Hal-hazırda uşaqlar, mən bunların ordinatlarını bilirəm ki, nə qədərdir. X kvadrat çıxılsın x çıx 3 veribdir. 2x üstəgəl 7 veribdir. Bərabərləşdirəcəyim. X-in kvadratı çıxılsın x çıx 3 bərabər 2x üstəgəl 7-yə. X-in kvadratı çıxılsın 3x çıx 10 bərabərdir 0-a. Uşaqlar, V7-dən davam edəsək, kökləri cəmi nə qədərdir? Kökləri cəmi uşaqlar B-nin əksidir. Əslində A-ya bölmək lazımdır. A əmsalı 1 deyə 3-ü 1-ə bölündə 3 eləyir. Ən çox yaddan çıxan hissə budur. Və həmçinin uşaqlar, A əmsalın 1 veribsə, A əmsalı 1-ə bərabər olan kvadratik tənliyə necə kvadrat tənlik deyirdilər? Çevrilmiş. Bir də bunu xatırlayaq. Və x1 üstəgəl x2 cəmi 3-dürsə, x1 vur x2 haisli isə uşaqlar V7-dən mənfi 10-a bərabərdir. Haisləri mənfi 10 olan 5 və 2 var. Cəmlər isə müsbət 3-dürsə, böyüyə müsbət verdim. Balaca demək mənfi 2-miş, çünki haisləri mənfi 10 verməlidir bizə. 5 və mənfi 2 uşaqlar. Bu bizim absislərimizdir. Gəlin nöqtələrin özünü quraq. Hər hansı birində apar x-in yerinə qoy. Nöqtələrdən biri uşaqlar 5 nöqtəsidir, absisi. Nöqtənin birinin absisi 5-dir. 2 vurulsun 5, 10, 10 üstəgəl 7, 17 eləyəcək. Digər isə mənfi 2, apar mənfi 2-nin yerinə qoy. İstəyirsən burada fərqi yoxdur. Bu daha qısadır deyə mən burada qoyub hesablayıram. Mənfi 2 vur 2, mənfi 4 üstəgəl 7, 3 eləyəcək. Və 2 nöqtə arasında qalan məsafə cüzündən istifadə edib hesablayacaqsan. x2 çıx x1-in mötərizə kvadratı üstəgəl y2 çıx y1-in mötərizə kvadratı uşaqlar. Yəni bunu birinci sayaq, bunu ikinci sayaq. Mənfi 2 çıx 5 mənfi 7-nin kvadratı üstəgəl 3 çıx 17 mənfi 14-ün kvadratı. Ehtiyatlı ol, kök 6-sı var. 49 üstəgəl 196. 14-ün kvadratı 196 eləyəcək. Toplasan neçə eləyir? 245 uşaqlar. Kök 6, 245. Belə. Və nə edəcəm? 245-i biraz sadələşdirək. Görə necə sadələşir. 5 aparsam, 24-ün içərisinə 5, 4 dəfə. 45, 49, 7, 7, 7, 1. Yəni, mən kök 6, 245-i sadələşdirmək istəyirəmsə, yazaram 7 vur 7 vur 5 olaraq. 7 vur 7-dən kök çıxır. Yəni, 49-dan kök çıxacaq 7. 5 də qalacaq içəridə. Cavab olacaq 7, kök 6, 5. Sinifdə olan 4 oğlan və 6 qız arasından 4 nəfər seçilərək komanda düzəldilməlidir. Komandada oğlan və qızların sayının bərabər olması hadisəsinin ehtimalını tapın uşaqlar. 4 nəfər seçilirsə, və kəsr xətti qoyduq. Birinci ehtimal sözü varsa kəsr xətti qoydun. 10 nəfərin var, 4 nəfəri seçir. Və deyir, elə seç ki, oğlan və qızların sayı bərabər olsun. 4 nəfər komanda düzəldilməlidirsə, onda 2 nəfər oğlan, 2 nəfər qız ola bilər. Yəni 2 nəfər oğlan seçirlər 4 oğlan arasından. Və varsa vurma prinsipidir. Vuracaqsınız bir-birinə və alt dənə də qız arasından ikisini seçirlər. Belə olacaq uşaqlar misalımızın həlli. Yəni bunları həll eləyək. Kombinizyon 4-dən 2. 4 faktorial, bölünsün 2 faktorial, vurulsun 2 faktorial, vurulsun 6 faktorial, bölünsün 2 faktorial, vurulsun 4 faktorial, bölünsün 10 faktorial, bölünsün 6 faktorial, vurulsun 4 faktorial. Bu ilə buna aparsan ixtisar. Burada qalacaq 3 vurulsun 4, 12. 12-nin yarısı 6.
6 faktorial ilə 4 faktorialı qısaltarsan 5 vur 6 qalacaq. 5 vur 6 30 eləyir. 30'un yarısı 15. Məxrəcdə isə uşaqlar 10 faktorial və 6 faktorialı qısaltarsanız 7 vur 8 vur 9 vur 10 eləyəcək. Məxrəcdə 4 faktorial da var idi. 1 vur 2 vur 3 vur 4. 4 vurulsun ki 8 eləyir, qısır apardım. 9'un çarparsam 3 qalacaq. Məxrəcdə 7 vur 3 vur 10 qaldı. 3 ilə 6'nı qısır aparsam 2 qaldı. 2 yazaq. 10 ilə 15 aparsam burada 3'dür, burada 2'dir. 2'lər getdi, cavab qaldı 7'də 3. 55-ci sual uşaqlar. ABC üçbucağında BAC bucağı, baxın, bu bucaq və BCD bucağı, BCD bucağı uşaqlar, bu bucaqlar bərabərdir. BC 6 olarsa, BC 6'dır. AB tam olaraq 8'dir. AD-ni deyir tam. Burada uşaqlar, baxın, rəngləyirəm sənin üçün. Bax, bu üçbucaq ilə böyük sarı üçbucaq oxşardır. Və B təpə bucaqları eyni uşaqlar, Y yazım. Həm balaca qırmızı üçbucaqda, həm də böyük sarı üçbucaqda B təpə bucaqları ortaqdır. Və C bucağı ilə A bucağı da gördüyünüz kimi eyni uşaqlar. Gəlin başlayaq. Balaca üçbucaqda C-nin qarşısı BD-dir. Böyük üçbucaqda uşaqlar C-nin eyni olan A bucağının qarşısı, baxın burada 6'dır. Artıq buradan qutardıq. Bunu qaralayıram ki, bunların qarşılarına baxmayaq. Keçirəm uşaqlar ortaq bucaqları B-nin qarşısına. Balaca üçbucaqdan başlamışam deyə birinci balaca üçbucağa baxacağam. Balaca üçbucaqda Y-in qarşısı DC-dir. Bölünsün. Böyük üçbucaqda Y-in qarşısı isə AC-dir. Və bunların uşaqlar ortaq olmayan üçüncü bir bucaqlar da var. Balaca üçbucaqda bax bu bucaqdır. Böyük üçbucaqda da bu bucaqdır. Yazıram. Balaca üçbucaqda bu bucağın qarşısı 6'dır. Böyük üçbucaqda isə niyə buranı işarələdim uşaqlar? Çünki bura var, bura var. Bir dənə bura qalıb da böyük üçbucaqda. Böyük üçbucaqda bu bucağın qarşısı isə 8'dir. Və bizə BD lazım idi uşaqlar, düzdür? Hə, AD lazımdır. AD-ni tapmaq üçün gərək BD-ni hesablayım. Çünki bir dənə burada bu sərf edir mənə tenasübə girməyə. BD-ni gəlin tapaq. BD böl 6 bərabər 6 böl 8'ə tenasübəni hesablayacağız uşaqlar. 36 böl 8'dir. 4'ə par ixtisar. 9 böl 2. 4,5 verdi. 4,5. B'den uzunluğu 4,5'dirsə, AD-ni tapmaq üçün 8'dən çıxacaqsan 4,5'i, o da 3,5 verəcək sənə. Və bitdi uşaqlar. Uğurlu olsun hər kəsə sabahki sınaq imtahanında. İnşallah ki, hamı istədiyi balı yığar və